Verilişin baş sponsoru Kalsi D3 Nikamet'ti. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Həkim davam edir dostlar. CBC Sport'a baxırsınız. Studiyada Doktor Tutu Zeynalovadır. Bugünkü qonağımız Sabunçu təxirə salınmaz təcili tibbi yardım stansiyasının dedim. Hamısını dedim, bütün teyləri dedim. Stansiyasının müdürü Doktor Sultan Səmədovdur və biz bugün əhaliyə daha keyfiyyətli xidmət göstərmək üçün nələr etmək olar və hansı işlər görülür bu haqda danışırıq. Doktor, bir də bir məsələyə toxunmaq istəyirəm ki, siz qeyd etdiniz ki, həkimlərin əlində xəritə var ki, hansı xəstəxanada boş çarpayı var, bu patologiya ilə bağlı və ora müraciət etmək istəyir. Burada xəstənin seçmək haqqı varmı ki, mən, misal üçün, mənim həkimim var, müalicə həkimi falan xəstəxanada çalışır, bu özəl də ola bilər, mən ora getmək istəyirəm. Bu məsələ necə tənzimlənir? Belə hallarla rastlaşırıq. Təbii ki, mən özüm də çağırışlarda zamanla çox iştirak eləmişəm, 28 il təcili yardımda az təcrübə deyil. İşləmişəm. Belə hallar mümkündür. Amma kütləvi hal almamalıdır. Çünki bunu təsdiqləmək üçün onun istədiyi həkimlə, işlədiyi xəstəxananın əlaqə saxlanmalıdır. Bəzən onun istədiyi kimi deyil. Xəstəxana qəbul etməyə bilər. Xəstəxana yer olmaya bilər, qəbul etməyə bilər, zaman və s. Yəni, mümkündür. Əgər bizdə bilirsiniz ki, dövlət və özəl artıq indi bu elə inteqrasiya edib ki, demək olar ki, özəl xəstəxanalarda getmək, qəbul olmaq normal bir haldır. Qeyri-adi burada heç bir şey yoxdur. Yəni, bunlar tənzimlənir, çağırım mərkəzinin imkanları onun bildiyi hospital yeri, təxliyə yerlərinə uyğun. Amma istisna hal olaraq belə hal mümkündürsə və çağırım mərkəzindən böyük həkimləri məlumatlandırırlarsa, bunu operativ həll edə bilərlərsə mümkündür. Yəni, qeyri-adi burada bir şey yoxdur. Amma yenə deyirəm, əsassız oldu, vaxt hissisindən, belə şeylər olmamalıdır. Dəqiq olmalıdır. Təcili yardım təbibin, belə deyək, təbibin tərkibindədir. Təbibə tabesiz, eləmi? Düz bilirəm. Deməli, təxirə salınmaz təcili tibbi yardım xidməti. Burada üzr istəyirəm, Səhiyyə Naziri ilə bizimdir, təbib də bizimdir. Bunlar qeyri-adi, burada ümumi səhiyyəmizdir. Amma fakt olaraq, rəsmi olaraq siz dediyiniz kimi, bəli. Çünki maşınların üzərində də təbib tabeliyindəsiniz. Təbib tabeliyindəsiniz, bunu bilmək istəyirdim. Həkimlərin, belə deyək, xüsusi briqadalar var bildiyim qədərilə və hansı həkimin, hansı ünvana, hansı patologiyaya uyğun getməlidir, bunu da dispetçer yəqin danışanda call centerda qərar verir. Bilirsiniz, bu əvvəllər, bunun müsbət və mənfi tərəfləri var. Bu necə seçilir, necə tənzimlənir? Əvvəllər, məsəl üçün, anestezi reanimoloji briqada, həm də kardioloji briqada deməkdir. Bugün təcili yardımda iş elə qurulub ki, 10 il bundan qabaqki vəziyyət deyil. İş elə qurulub ki, demək olar ki, istənilən təcili yardım həkimi o səviyyədə bilgiyə malikdir, yəni elektrokardioqramın çəkilməsi, oxunması və s. Amma nadir hallarda böyük bir ehtiyac yaranarsa, səyyar briqadalar anestezioloji briqada çağıra bilər. Amma yəni ki, yenə deyirəm, əsas yük bizim bütün həkimlərin üstünədir və onlar bunun ötəsindən gəlirlər. Pediatrik briqadalar var. Yəni, onlar bütün çağırışlara gedə bilər. Amma əgər görünürsə, həmin o pediatrik briqada azaddırsa, pediatrik çağırışdırsa, ona ötürmək mümkündür. Və bunu nəzərə alınır. Amma demək olar ki, yenə deyirəm, çox çeşidli, bir də psixiatrik xəstələrlə bağlı psixi briqadalar var. Onlar ayrıca olaraq təsdiqlənmiş formada o şəkildə qəbul olunan çağırışlara yönəldilir. Amma ümumən bütün çağırışlar bizim həkimlər tərəfindən ardıcıl olaraq yerinə yetirilir. Yəni, ayrı bir briqadalarına çox sayı cəhətdən də azdır və çox yükləmək, zaman itirmək də məqbul sayılmır. Ona görə də bu məsələni, yəni bütün həkim kollektivinin o səviyyədə bilgilərə malik olması məqsədindən bizim simulyasiya mərkəzimizdə demək olar ki, təlimlər
treninqlər dayanmadan davam eləyir. Məsəl üçün bu gün bəlkə də şəbəkələrdə izləmirsiniz. Bizim EKG treninqi, təlimi keçmişlərə sertifikatlar verildi rəhbərlik tərəfindən. Yəni bu mütəmadi olaraq davam edir. Bütün mövzuları əhatə eləyir. Eyni zamanda dediyim kimi bu birinci təcili yardımın əlində olan resurslar var. Resurslar çox ola bilər, təzələnə bilər. Ondan işləyə bilmək qabiliyyəti, həkimlərdə istifadə etmə qabiliyyəti yüksəkdirsə, deməli o yetərlidir. Ona görə hər iki istiqamətdə iş gedir. İndi özünüz müşahidə edirsiniz, şahid olursunuz. Təcili yardım avtomobillərinin sayının artması, müasirləşməsi, modernləşməsi, təchizatı və bununla yanaşı olaraq bizim həkim kollektivinin, tibb işçilərinin də səviyyəsi ona uyğun daim yenilənir, istiqamətdən. Bu baxımdan biz təcili yardım stansiyası olaraq, bu işlər paralel olaraq aparılır. Həm təchizat, həm də o bilgilər səviyyəsi, tibbi, bir də bayaq da qeyd elədim. Məsəl üçün, xüsusi mövzular rəngarəngdir. Məsəl üçün, var təməl həyat dəstəyi, buna dilə BLS deyilir. Bir də var təkmil həyat dəstəyi. O BLS elə bir təlimdir ki, onu biz başqalarına da keçə bilir. Özlərindən başqa, yəni ilk yardım necə olmalıdır və s. Əhatə eləyir, bayaq dediyim kimi təlimçilər təmizliyi əhatə eləyir, başqa qurumları da, kütləvi kollektivləri və s. əhatə edə bilir. Amma özümüzə aid xüsusi nüanslar, ayrı-ayrı mövzular və s. böyük bir komanda çalışır və mütəmadi olaraq da elə bir hal olur ki, yəni bir həkim belə o prosesdən kənarda qala bilmir. Növbəli şəkildə və bu proses daimi, biz də çalışırıq ki, əhaliyə keyfiyyətli tibbi xidmət göstərək, lazımınca vaxtında, bizim üzərimizə nə düşürsə, biz maksimum ona çalışırıq. Təbii ki, xırda məqamlar var, bunlar iş əsnasında mümkündür, amma kollektiv olaraq biz çalışırıq ki, məsələlər normal istiqamətdir. Əslində təxirəsalınmaz təcili tibbi yardımın həkimləri çox səbirli həkimlərdir. Bu mövzuda çox anlayışla, səbirlə qarşılayırlar ki, başa düşürlər ki, xəstənin yaxınıdır, o anda panikada reaksiya verilməsi normaldır və s. Bir məsələ də var. Əhalini bildik, hər zaman narazı olmağa bir səbəbimiz olur. Mənim də narazı olduğum vaxt olub, çünki mən elə gəlib ki, gecikir avtomobil. Çünki mövzu ailə üzvümüz olanda, övladımız olanda, valideynimiz olanda, həkim olsaq belə biz özümüzü idarə etməyə bilərik. Biz əhalinin bildik, şikayət etmək hüququ da var, irad bildirmək hüququ da var. Bəs həkimlərin hüquqları necə qorunur? Həkimin pasiyentdən şikayət etmə hüququ varmı? Və yaxud bir dəfə gedəndə problemlə qarşılaşdığı bir ünvana yenidən getməyə bilərmi? Belə bir ixtiyarı, belə bir haqqı varmı? O həkimlərin haqqını kim qoruyur? Təbii, normal sualdır. Çünki bizim necə deyirlər, yaralı yerimizdir. Həkimlərin tolerantlığı, hövsələsi nə qədər çox olsa da biz də insanıq və s. Təbii ki, rastlaşırıq belə xoşa gəlməz hallarla. Bütün insanlar kimi bizim də hüquqlarımız var. Bəzən çox vaxt, açığı deyim ki, həkimlərimiz göz yumur. Başa hesab edirlər ki, insan faktoru var, xəstəsi var, özünü idarə edə bilməyən, lazımsız yerə həddindən artıq abartmırlar. Amma bəzən əndazədən çıxandan sonra, proses həkimin günahı olmadan və s. təbii ki, bizim də hüququmuz var. Yəni, həkimin də mənəvi, fiziki hətta şiddət gördüyü anlar da olub. Biz də müvafiq olaraq instansiyalara müraciət eləmək hüququmuz var və əksər hallarda, yəni yenə deyirəm, həddindən artıq problemli olanda biz də müraciət edə bilərik. Ona görə də mən təbii ki, bizi izləyəcəklər, mən də insanlara xitabən deyirəm ki, biz həkimlər sizin köməkçilərinizik. Biz də istəyirik ki, sizin probleminizi zamanda elə məsələlər var, bir-birimizə hörmətlə yanaşmalıyıq. Yəni o sərhədi keçməməliyik. Həkimə zor işlətmək, fiziki güc işlətmək və yaxud təhqir eləmək. Üzr istəyirəm, bizim kollektivin əksər üzvləri xanımlardır, xoşa gəlməz ifadələr. Yəni biz Azərbaycan xalqıyıq da, hardasa mentalitetimiz var. Bu məsələlərə birlikdə, yəni düzgün yanaşsaq, hər şeydə normal olacaq inşallah. Yəni sizin dediyiniz kimi belə hallar istisna deyil, belə hallar var. İstərdim ki, olmasın. Təbii ki, bizə də öz hüquqlarımızdan istifadə etmə hüququ verilib. Var, yəni. Belə bir şey olsa, biz də məcburən
bunu etməli olur. Yəni ən stressli iş də əslində təxirə salınmaz təcili tibbi yardım həkimlərinin işidir. Həm stres içində olursa, həm ən belə ilkin yardım, və ən tez unudulan da siz olursunuz. Xəstəxanaya Gəlin etiraf edək ki, ən tez unudulan da siz olursunuz. Mən öz olursunuz. praktikamdan deyim ki, məsələn, çox saylı xəstələrin təxirə eləmişəm. Əsasən də ağır dəm qazından zəhərlənmələr və s. Siz demişkən, yox, bu bizim qəbulumuz, nəticə yaxşı. Xəstəyə nə lazımdır siz demişkən? Birinci, öndə gedən əskər bizi, hər şey olunur. Xəstəxana gedəndən sonra həkim artıq unudulur. Yəni amma bu həmişə də belə olmur. Sağ olsunlar ki, elə insanlar var, bunu dəyərləndirirlər. Hətta sonradan da başım qarışıq idi, doktor, çox sağ olun. Mən bir ərazidə 25 il işləmişəm, demək olar ki, rayon hamısı məni tanıyıb. İndi bizim stansiyalarda o cür illərlə işləyən həkimlərimiz var. Biz bunları hansısa formada normal qəbul edirik. Sağ ol desələr, sağ olsunlar. Amma tək ki, əks problemlər olmasın. Bizim məqsədimiz onların sağlamlığıdır. Təbii ki, sağ ol deməsələr. Amma biz də qürur hissi keçirə bilərik, bizə də o stimul verə bilər. Görəndə ki, işin nəticəsini dəyərləndirdilər, çox sağ ol dedilər. Təbii ki, həkim də həvəsləndir və s. Amma yenə də bu məsələnin İkinci planıdır. Amma hər bir həkim istəyir ki, pasiyenti ondan razı qalsın. Hər bir həkim istəyir ki, xəstəsi sağalsın. Düzdür, bizə belə qeyri-adi bacarıq verilməyib. Bizdə ömrü verən Allahdır, amma biz də bizə verilən o ki, biz seçilmişik ki, vəsilə olaq sizin sağalmağınız üçün. Biz də istəyirik ki, bu işi layiqincə görək, ən yüksək səviyyədə görək. Bəzən xəstə soruşur ki, bu mənə ziyan eləməz. Deyirəm, arkadaş, mən sənə niyə ziyan verim? Nə pisliyin dəyib mənə və yaxud mən niyə istəyim ki, sənə ziyan verim? O qədər biraz belə güvənsizlik var ki, həkimlərlə əhalinin arasında. Mən istəyərəm ki, ilk növbədə biz bu məsələni aşaq, həkimimizə güvənək. Ya güvənmədiyiniz insanın yanına getməyin. Amma güvənib getmisinizsə, əmin olun ki, o insan sizi sağaltmaq istəyir və bunun üçün əlindən gələni edəcək. Elə deyilmi? Burada o qədər incəliklər var, təbii ki. Ərazi baxımından bir həkimi, ailə həkimi kimi, biz poliklinik həkimi deyilik. Biz müalicə ilə məşğul olmuruq. Nə mənada müalicə? Yəni biz xəstəyə yerindəcə yardım göstərib onu təxliyə edirik. Yəni planlı xəstələr, bu təcili yardıma aid deyil. Amma insanlar bir-birini uzun illər tanıyır və s. münasibət. Bizi də, yenə deyirəm, əsas məqsəd odur ki, anındaca düzgün yardım eləmək, ehtiyac varsa maarifləndirmək. Mən çox üzr istəyirəm, çox qədim zamanlarda, yəni 30 il bundan qabaq, insan təcili yardım bu səviyyədə deyildi, yanaşmalar bu səviyyədə deyil. Hətta belə bir söz də işlədirdilər ki, bir şey ilə sabah həkim aparacaq. Və sənin yanına gələn o işləri bəlkə də apardığın həkimdən də qat-qat çox bilən həkim var. Və bugün həqiqətən elədir. Təcili yardım həkiminin bacarıq sferası o qədər genişdir ki, mən dar ixtisaslı sahibi deyil. O elə şeyləri görüb, elə hallarla rastlaşıb ki, o poliklinikada və xəstəxanada işləyən həkim, mən həkimləri çeşidləmək fikrində deyiləm, amma bu reallıqdır. Yəni onların həyat təcrübəsi. Bütün sahələrdən xəbəri var. Demək olar ki, hamısını müəyyən bilir və ilk yetişən həkim də təcili yardım həkimidir. Düzgün istiqamət aparan da təcili yardım həkimi. Yəni bu mənada bizim də öz yerimiz var və istərdim ki, insanlar bu yeri dəyərləndirsinlər. Və biz də təbii ki, özümüzə qarşı bir münasibət, xoş münasibət gördükcə işimizi daha ciddi yanaşmağa və daha da inkişaf etdirməyə bizi sövq eləyə bilərlər. Təşəkkür edirəm sizə, gəldiniz, vaxtınızı ayırdınız, əhalini maarifləndirdiniz, səmimi söhbət etdik. Mən hər zaman açığam, hazıram, ay həkimi olaraq təxirə salınmaz təcili tibbi yardım xidmətini işıqlandırmağa, sizin işinizi, sizin həkimlərinizi, qəhrəmanlarımızı tanıtmağa. Nəzrin xanıma da hər zaman demişəm ki, ən az ayda 2 dəfə gəlsin həkimləriniz, məlumat versin. Çünki nə qədər çox bilsək, bu veriliş vasitəsilə 5 nəfərə də çata bilsək, 10 nəfər də nəsə bir yeni bir məlumat əldə edə bilsə, növbəti çağırışda daha diqqətli olsa, bu məncə bizim uğurumuzdur. Ən azından buna görə burada 40 dəqiqə söhbət etməyə dəyərdir. Təşəkkür edirəm sizə və nəzərinizə çatdırım ki, əziz tamaşaçılar, Ay Həkimin bugünkü qonağı
Sabunçu rayonu Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının müdürü doktor Soltan Səmədov idi və bizim bugünkü maraqlı həmsöhbətimiz oldu. Son təşəkkürüm verilişimizin baş sponsoru Ştada şirkətinədir. Günə 3 fincandan artıq kofe içirsinizsə, siqaret çəkirsinizsə, spirtli içkilərdən istifadə edirsinizsə, vegansızsa, hamiləlik, laktasiya dövründəsinizsə, kalsium ehtiyacınız artmış ola bilər. Buna görə də kalsium D3 Nikomet, portağal və limon dadlı çeynəmə tabletləri seçiminiz ola bilər təyinata uyğun olaraq. 25 ildən artıq mövcud preparatdır, sınanmış preparatdır və rahatlıqla istifadə edə bilərsiniz. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz Böyük Britaniya təhsilli idman həkimi Fərid Səlimovadır. Müasir fizioterapevtik yanaşmalı sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. Bunun üçün zəng edirsiniz 055 318 83 94 nömrəsinə və Fərid doktorun qəbuluna yazılırsınız. Və salam, bugünlük bu qədər. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik. Verilişin baş sponsoru Kalsi D3 Nikomet.